Qaz böhranı, sabotaj yox, məsuliyyətsizlik. Görürəm ki, bir çox vətəndaşlarımız 31 dekabr tarixindən başlayan qaz böhranını sabotaj kimi dəyərləndirməyə meyillidir. Yəni, Azəriqazda baş verən smart kart problemi ilə bağlı belə bir fikir dolaşır ki, güya bu qəsdən olunub. Məqsəd, smart tipli sayğacları sıradan çıxarıb, abonentləri yenidən köhnə mexaniki sayğaclara qaytarmaqdır. Düşünürəm ki, bu yanaşma doğru olmazdı və Azəriqaz üçün son dərəcə böyük risk olardı. Çünki kommunal sahədə ağıllı idarə etmə sistemləri və ağıllı qaz şəbəkələri ilə bağlı açıq siyasi qərarlar və iradə mövcuddur. Həm bir neçə il öncə, həm də ötən ilin avqustunda prezident tərəfindən vahid kommunal xidmətlər sisteminin yaradılması ilə bağlı fərman verilib. Məqsəd, bütün kommunal xidmətlərin vətəndaşlar üçün vahid şəxsi kabinet üzərindən idarə edilməsidir. Bundan əlavə, 2024-cü ildə SOCAR ilə BE arasında süni intellekt də daxil olmaqla ağıllı qaz şəbəkələrinin idarə etmə sisteminin qurulmasını nəzərdə tutan iri həcmli layihələr elan edilib. Bu miqyasda rəqəmsal investisiyalar fonunda smart sistemləri bilərəkdən sıradan çıxarmaq və geriyə, mexaniki sayğaclara qayıtmaq nə məntiqli, nə də real görünür. Əlbəttə, zaman-zaman sosial mediada belə fikirlər səslənir ki, Azəriqaz məcburən vətəndaşları smartdan mexanikiyə keçirir. Ancaq düşünmürəm ki, bu kütləvi olsun. Rəqəmsal transformasiyanın əksinə kütləvi geriyə dönüş olsun. Ortada bu cür siyasi iradə və strateji hədəflər olduğu halda Azəriqazın belə bir sabotajla məşğul olması inandırıcı deyil. Bəs onda nə baş verib? Daha əvvəl də qeyd etdiyim kimi baş verənlərin adı məsuliyyətsizlik, sayğısız yanaşma və dövlət intizamının zəifliyidir. Açıq desək, Azəriqaz rəhbərliyi ilin sonunda qaz limitlərinin sıfırlandığı, tarif dəyişikliklərinin tətbiq olunduğu və müraciətlərin kütləviləşəcəyi əvvəlcədən bəlli olan həssas bir dövrdə yeni il istirahətinə fokuslanmağı yox, 24/7 rejimində tam hazır olmağı nəzərə almalıydı. Zəruri texniki tədbirlərin vaxtında görülməməsi, zamanında ödəniş sistemlərini zəruri stres testdən keçirməmək, billing sistemləri və infrastrukturu IT auditdən keçirməmək isə minlərlə insanın bayram günü qazsız qalmasına və ciddi ictimai narazılığın yaranmasına səbəb oldu. Bir daha vurğulamaq istəyirəm. Problem qəsddə deyil. Problem gözlənilən bir vəziyyətə hazırlıqsızlıqda, zəif planlaşdırmada, idarə etmə məsuliyyətsizliyində və operativliyin olmamasındadır. Ümid edirəm ki, qərar qəbul edən şəxslər Azəriqazda baş verənlərin ciddiliyinin fərqindədir və bundan düzgün nəticələr çıxarılacaq.